Hədislərdə qeyd olunur ki, Həzrəti xanım Fatimə Zəhra salamullah əleyhanın ləqəblərindən biri də Tahirədir. Bətul da var. Yəni, bu adlar onun paklığından bəhsidir. Tahirə, yəni pak-pakizə. Bətul da həmçinin pak-pakizə deməkdir. O Həzrət öz paklığı ilə, öz təmizliyi ilə və həmçinin digər xüsusiyyətləri ilə böyük məqam qazanıb. Allah təbarək və təala Qurani Kərimdə Həzrəti Məryəm xanımdan bəhs edərkən tanıtdırdığı yerlərdən biri də Həzrəti Məryəmin pak və namuslu olmasıdır. Buyurur ki, وَالَّتِي أَحْسَنَتْ فَرْجَهَا وَمَرْيَمَ بِنْتَ عِمْرَانَ الَّتِي أَحْسَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ. Allah təbarək və təala möminlərə və həmçinin istər kişi olsun, istər qadın olsun, fərqi yoxdur. Bunların hamısına Həzrəti Məryəmi də misal gətirir. Buyurur ki, İmranın qızı Məryəm, hansı ki, o özünü qorudu, namuslu idi. Əlləti əhsənət fərcəha, yəni namuslu idi, özünü qorudu. Və nəticədə biz də öz ruhumuzu ona üfürdük və o Allahın kəlmələrini təsdiq etdi və ibadət edənlərdən idi. Allahın qarşısında müti olanlardan idi. Burada bir neçə xüsusiyyət qeyd olunur. Biri də məhz onun paklığı və namuslu olması məsələsidir. Həzrəti Peyğəmbərimiz buyurur ki, seçilmiş qadınlar 4 dənədir. İkisi əvvəlkilərdən, ikisi də bu ümmətdəndir. Əvvəlkilərdən, bəli, Həzrəti Asiyə xanımın adını çəkir. Buyurur ki, Asiyə binti Məzahim, Fironun həyat yoldaşı idi. Elə bu Təhrim surəsində Məryəmdən əvvəl ondan bəhs olunur. Buyurur ki, Allah Teala möminlər üçün Fironun yoldaşını misal gətirir, nümunə gətirir. Belə ki, o belə dedi, ey mənim Rəbbim, cənnətdə öz yanında mənim üçün bir ev tik və məni Firondan, onun əməlindən qurtar və məni zalimlardan qurtar. Allahı istədi. Özü də bütün varından, dövlətindən, dünyasından keçdi. Biz bir dəfə bu haqda danışdıq sizinlə, əgər yadınızdadırsa. Həzrəti Asiyə xanım bütün varından, dövlətindən keçdi. Yəni, Fironun həyat yoldaşıdır. Firon da Misirin padişahı. Hətta özünü Allah da elan eləmişdi. Yəni, şanı, şöhrəti, varı, dövləti, xidmətçiləri, qulluqçuları, zinət əşyaları. Yəni, bir qadın üçün ən uca zirvə nə hesab olunursa maddi baxımından hamısına sahibidir. Bütün hamısından imtina edir. Həzrəti Musanı qəbul eləyir, Allahı qəbul eləyir. Firon nə qədər hədələyirsə, bu hədə kara gəlmir. Deyir, yox. Mən Həzrəti Musadan və onun Allahından dönmərəm. Axırda Firon onu öldürtdürür, edam edir. O yenə də dönmür əqidəsindən və axırda da bu sözü deyir. Həmən onun axırda dediyi sözü, Allahla münacatını Allah Teala gətirib Qurana salır. Buyurur ki, İmra'ətə Fir'aun İz qalət Rabbibni li indəkə beytən fil cənnə. İlahi, cənnətdə öz yanında mənim üçün bir ev tik və وَنَجِّنِ مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ Fir'ondan və onun əməlindən məni qurtar. Yəni, xilas elə, ruhumu al bu mənada. Ruhumu al
və məni xilas elə Firondan. Hətta bu ölümümlə də nəticələnsə mən bunu istəyirəm. Təki Firondan qurtulum. Və zalimlarla birgə mən yaşamaq istəmirəm. Və nəccini minəl qavmiz zalimin. Bu zalim tayfadan məni qurtar. Allah Teala onun sözünü bura gətirir. Bu xanım Həzrəti Xədicə ilə uyğun gəlir. Onun əməli, onun etdiyi iş Həzrəti Xədicə xanımla uyğun gəlir. Peyğəmbər buyurdu ki, 4 nəfərdir o seçilmiş qadınlar. İkisi əvvəlkilərdəndir, ikisi sonrakılardandır. Asiya xanım, onun işi bu idi. Bütün varından, dövlətindən, dünyasından keçdi Allaha xatir. Sonra buyurur ki, bu sonrakılar, yəni mənim ümmətimdən seçilmiş qadınlar isə Xədicə binti Xuveylid və Fatimə binti Muhammed. Bu ikisi mənim ümmətimdən seçilmiş xanımlardır. Sonra buyurur ki, və Fatimətu əfdaluhunna və a'lamuhunna. Fatimə bunların hamısından üstündür, fəzilətlidir və hamısından da elmlidir.